Düşünürəm ki, Türkiyənin Azərbaycanla bərabər bu dərin ittifaqı yaratmaları və hətta bunun arxası olaraq Pakistan, Türkiyə, Azərbaycan münasibətləri, Türk dünyası dövlətləri liderlərinin bir araya gəlməsi, bu ondan xəbər verir ki, Türkiyənin Azərbaycan bir çox məsələlərdə, özəlliklə də xarici siyasət məsələlərində və həm də Cənubi Qafqaz siyasəti məsələsində birgə bərabər yekdil hərəkət edirlər. Yəni, bir-birlərindən kənar hər hansı bir addım atmırlar. Çünki bu dərin ittifaqlıq, bu dərin münasibətlər zaten bunu göstərir ortada. O baxımdan düşünürəm ki, Ermənistanla Türkiyənin görüşlərində təbii ki, Azərbaycan bütün bilgiləri alır, bu düşüncədəyəm. Birgə bərabər addımlar atılır, başqa cür zaten ola bilməz və Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir, faydasınadır və çox qısa sonda onu demək istəyirəm ki, insanlarımız da bir şeyi tamamilə qəbullanmalıdırlar ki, biz bu regionda bir düşməni həm də hər mənadan ehtirallaşdırmaq üçün onu başqa bizə qonşu olan bir dövlətin təsirindən çəkib çıxartmalıyıq. Türkiyənin təsirində və Azərbaycanla qonşuluq münasibətlərində deməli irəliləsə, o zaman regionda savaş bitəcək. Yox, nə qədər ki, regionda başqa marağı olan bir ölkənin deyək ki, təsirində olacaq, o zaman bizim münasibətlərimiz normallaşmayacaq.